Yeni və sərxoş sürücülər üçün qaydaların sərtləşdirilməsi planlaşdırılır. Məktəbəqədər yaşlı uşaqlar üçün isə avtomobildə uşaq oturacağından istifadə məcburi olacaq. Müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi 2026-27-ci illərdə yol təhlükəsizliyi üzrə yeni fəaliyyət planında nəzərdə tutulub. İlkin mərhələdə tələb məktəbəqədər yaşlı uşaqlara şamil olunacaq. Gürcüstanın 2026-2030-cu illər üzrə yol təhlükəsizliyi milli strategiyasına əsasən yeni sürücülər üçün xüsusi sınaq müddətinin tətbiqi və yol hərəkəti qaydalarının pozulmasına görə daha sərt sanksiyaların qüvvəyə minməsi planlaşdırılır. Həmçinin avtomobillərdə alkoqol bloklayıcı qurğuların tətbiqi planlaşdırılır. Bu qurğu sürücünün qanunda icazə verilən həddən artıq alkoqol olduğu halda avtomobili işə salmasına imkan verməyəcək. Strategiyaya əsasən 2025-ci ilin 1-ci rübündə alkoqollu sərxoşluq 109 yol nəqliyyat hadisəsinin ehtimal olunan səbəbi olub. Nəticədə 15 nəfər həlak olub, 129 nəfər isə xəsarət alıb. Sürücü sərxoş vəziyyətdə maşın sürsə fikirləş onun içindəkilərin vəziyyətini. O bir nəfər neçə nəfərə ziyan vura bilər. O çox gözəl fikirdir, lap yaxşı. Kim o fikirləri sürürsə də çox sağ olsun. O da yaxşı olar ki, uşaqlarımızın sağlamlığına, bizim üçün, bizim balalarımız üçün, cəmiyyət üçün, hər şey üçün çox gözəl olar. Uşaqlarımızın sağlamlığı üçün. Yanındakı da bağlamalıdır, sürücüdür. Kim özünüz aşşat eləməkdən ötür. Devlətin özü zakonu var, qayda qanunu, o qanunla getməliyik. Yaxşı olar, o sürücülərə də yaxşı olar, elə başqalarına da. İçkili geyib qəzət öyrətməz, yaxşı olar. Kurssuz uşaqlar üçün lazımdır, o da lazımdır. Lazımdır, yaxşı olar olsa. Hızla gedirlər, ondan sonra svetofora da diqqət eləmirlər, ondan sonra yolculara diqqət eləmirlər. Yəni, onun hamısı daha müvafiqəti işlərdə özünüz başlayırsınız ki, o çox bir böyük çətinliklər yaradır. Onu kim düşünür, yalan deyir. Ola bilməz. Ola bilər, o hamıyı birbaşa qartanlığa göndərir. Bir qabaqçılara olar, yerdəkilərə yox. Onlar nəsə də yolda baş verəndə, onlar həmən qəzadan qutara bilməzlər. Yəni, bağlanmalı deyil. Yox. Onu kim düşünür, yalan düşünür. Yəni, təhlükə yaradır. Birbaşa 100% təhlükədir. Mənim özüm 55 ildir şofer işləyirəm. 55 ildə hələ mənim nəsə də bir iş olmayıb. Arxa ada da bağlamaq lazımdır mütləq. Sağolu olmalıdır. İndi böyük maşınlar 8 saatdan bir əyilib 2 saat dincəlməsə sürməyə ixtiyar yoxdur. Düzdür, yaxşı qanundur. Qardaban Polis İdarəsinin əməkdaşları əvvəlcədən razılaşma əsasında qrup halında küllü miqdarda dələduzluq etməkdə təqsirləndirilən 2 şəxsi saxlayıblar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustavi və Qardabanidə yerləşən mikromaliyyə təşkilatlarında müxtəlif vaxtlarda saxta qızıl məmulatlarını girov qoyaraq aldadıcı yolla pul əldə ediblər. Mikromaliyyə təşkilatına dəymiş zərərin ümumi məbləği 59.870 lərini təşkil edib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə araşdırma aparılır. Həmin maddə 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Gürcüstanın baş naziri İrakli Qobaxidze Samtxi Cavaxeti üzrə dövlət nümayəndəsi vəzifəsinə İosif Alibeqaşvilini təyin edib. Hökumət başçısı yeni təyin olunmuş nümayəndə ilə baş nazirin müavini, regional inkişaf naziri Mamukam Denaradze ilə birlikdə hökumət administrasiyasında görüşüb. Tədbirdə regionda planlaşdırılan və hazırda həyata keçirilən layihələr müzakirə olunub. İrakli Qobaxidze İosif Alibeqaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb. İosif Alibeqaşvili bugünədək Kfemokartli üzrə dövlət nümayəndəsinin müavini vəzifəsini tutub.
Avqustun 14-ü Abxaziyada hərbi əməliyyatların başlamasından 34 il ötür. 1992-ci il avqustun 14-də Eduard Şevardnadzenin rəhbərlik etdiyi Gürcüstan Dövlət Şurasının qərarı ilə dəmir yolunda asayişi təmin etmək məqsədi ilə Gürcüstan Silahlı Qüvvələrinin bölmələri Abxaziyaya daxil edildi. Gürcü bölmələri Abxaziyaya daxil olduqdan sonra Abxaziya Ali Şurasının sədri Vladimir Ardzimbanın qanunsuz şəkildə yaratdığı qondarma Abxaz qvardiyası Oçamkiri rayonunun Oxurey kəndində yerləşən yol polisinin postunda Gürcü bölmələrinə atəş açdı. Avqustun 14-də Abxaziyada başlayan hərbi əməliyyatların əsas mərhələsi 13 ay 13 gün davam etdi. 1993-cü il sentyabrın 27-sində Suxuminin süqutu ilə başa çatdı. Suxuminin ələ keçirilməsi əməliyyatında Abxaziya bölmələri ilə yanaşı Şimali Qafqazdan olan könüllülər, həmçinin Rusiya hakimiyyəti tərəfindən səfərbər edilmiş Kazaklar və Rusiya Silahlı Qüvvələrinin müxtəlif bölmələri iştirak edirdi. Müharibə nəticəsində 300 minə yaxın insan, əsasən də Gürcü millətindən olan şəxslər Abxaziya ərazisini tərk etmə məcburiyyətində qaldı. Hərbi əməliyyatlar nəticəsində Gürcüstan tərəfindən, o cümlədən hərbiçilər və dinc əhali arasında 10 minə yaxın insan həlak oldu. 14 avqust ağrılı tarixlərdən biridir, çünki bu yaxınlaşmaya deyil, daha bir ayrılıq səddinə çevrilmişdi. O vaxtdan bəri bütün varlığımız və əqidəmizlə çalışırıq ki, bu ağrını və emosional fonu mümkün qədər az ağrılı şəkildə geridə qoyaq. Övladlarımıza isə vahid, güclü və azad vətəndə birlikdə yaşama imkanı və bacarığı verək.